Salam əziz izləyicilər, mən Yunismin 100 kanalındanam. Bugün sizlərə dediyim kimi bütün oyunlarımı göstərəcəm. Təbii ki, hərəsinə girməyəcəm də, çox vaxt alır. Hərəlik belə anlayış verərəm, da ondan başa düşərsiniz biz. Özdəki abunəmiz heç artmır, dəhşət az artır. Abunəmiz artsa daha yaxşı olar. Bir dənə pulsuz deyə, bir dənə oradan abunə olmağa tıklayırsan və salamlar. Bir dənə də like, yorum, abunə. Mən istədiyim budur. Bir dənə abunə ol, səndən başqa heç nə istəmirəm. İlk şeyimizdən oyunumuzdan başlayırıq. Bax, abunə olasın deyə sevinirəm. Bilirəm, abunə olasın, sənə güvənirəm. Birinci, bunu dünən yüklədim. Mol Simulator 2025 türkülərin oyunudur. İndi bayaqdan bunu oynayıram. İndi ağlıma gəldi. Bu hələ demodur. Tam versiyası çıxmayıb. Tam versiyası çıxanda bunu videosunu çəkəcəm. Hətta ola bilsin elə demosunu da çəkeyim. Nəysə. Keçdik. Bu hələ 23 dəqiqə oynamışam da. Belə çoxlu mağazalar var. O moldur, mol. Mağazanın adını Dəniz Mol qoymuşam. GTA 5 dünyanın bir nömrə oyunu gəlib. Ayo, mən hardayım? Hə, burada. GTA 5 gəlib. 12,8 saat oynamışam. Dünən oynadım biraz. Burada güncəlləmələrdir, çoxlu. Babat güncəlləmə gəlib, heç birini eləməmişəm. Bu oyunu digər oyuncular təbii ki də bomba oyundu qaqa. İncələməyə göndər. Nəysə, hə, bunu hətta kalp atmışam. Polis bir qızımızı tutur. Yəni GTA 5 hamı bilir, nə bilim, daha bilməyən yoxdur dünyada. Hə, keçdik o biri şeylərə. E-futbol. Bu futbol oyunu 10 dəqiqə oynamışam. 20 Haziran yükləmişdim bunu. Hayda, bu biraz maraqlı oyundur da, e-futbol. Elə bir ki, məndə PlayStation pultları var da. PlayStation pultu ilə oynayıram da bunu. Elə bir ki, PlayStation'da yox, kompüterdə bir dəfəlik oynamaq olur. Sonra görək nə var oyunumuzdan. E-futboldan sonra bir dəqiqə. Bimnic Drive. Bu da qəşəng oyundur. Allah haqqı, çox gerçəksiz də. Bir dənə yerə sürsən kimi hər yer dağılır. 36,7 saat oynamışam. 19 Haziran yükləmişəm bunu. Bax ki, belə bu sırayla gedəcəm. GTA 5 Legacy-yə baxdıq. The Long Drive. Bunun videosunu çəkəcəm. Çox maraqlı bir şeydir. Bir şey yox, çox maraqlı oyundur. Yəni bunu onlayn da oynamaq olur. Sonra Poppy Playtime. Bunun telefonda videosunu çəkmişdim. 14 may yükləmişəm. Kompüterdə hələ oynamamışam. Amma bir dəfə oyundan çıxmışdı. Bunu bitirmişəm. Özüm oynayanda bitirmişəm. İstəyirəm videosunu çəkəcəm. Sonra Kontraband Polis Prologiya. Bunun da tam versiyasını yükləməmişəm. Tam versiyası pullandı, bu pulsuzdur. Amma tam versiyasını yükləmişəm. Necə yükləmişəm? Onu ayrı videoda başa salacağım. Girdik Steam'ə. Aha, Counter Strike 2 kompüterdə ən çox oynadığım oyundu, amma niyə burada 11,4 saat yazıb bilmirəm. Təbii BMDC də, BMDC də qardaşım oynayır da. Heç az oynayıram. Birincisi xoşum gəlməmişdi, qardaşım da çox oynayırdı onu. Hə. Bu qəşəng oyundur. Çox qəşəng oyundur. Bomba, avtomat oyunudur. Elə bir ki, nə bilim, PUBG-nin tayıdır, nə bilim, Call of Duty-nin tayıdır da. O sırada, bu sırada, nəysə, e-futbola baxdıq. Bunu heç yükləməmişəm. Təzə qoydum bura. 12 Eylül 2024-də təzə oyun çıxışı gəlib. Hə, bunu dünən qoydum bura. Dedim, bəlkə qorxulu oyun oxşuyur, baxıb yükləyəcəm. Fishing Planet, bunu da oynamışam. 12 dəqiqə. Deyirsiz, çox pis oyunlar nədir? Ağzıma gələni atmışam da görə. Amma həqiqətən yox. Balıq tutmaq oyunu VR-da var idi. Amma mən kompüterə yüklədim. Nə bilim, bunu siləcəm. Pisdir, xoşum gəlmədi. Bu nədir? Granny Neighbor. Bu evi zat dağıdır. Bu da maraqlıdır. Amma 3 dəqiqə oynamışam.
Bu arada belə şey internetsiz oyunlardı bunlar. Məsələn burada bəzi oyunlar internetdəndir. Hello Neighbor 2 Alpha 1 yükləyib oynamışam. İndi format atandan sonra yükləməmişəm heç. Alpha 1.5 bunu da oynamışam. Supermarket Toy'dur. Bunu 30 dəqiqə oynamışam. Belə də nə bilim sizə məsləhət görürəm biraz. Wrap House Simulator. Bunu oynamışam amma niyəsə görə bəzi oyunları göstərmir vaxtın. Bunu yəni bir nə bilim 4 saat 5 saat oynamışam. Bu da maraqlıdır. Amma bu da demodur. Çünki tam versiyası çıxıb ki. Çıxıb. Bu yükləyəcəm. Neçədir? $4. Baxaram. Yükləyəcəm. Bir baxdıq. The Corridor. The Corridor boş oyundur qardaş. Çox boş oyundur. Nəysə. Bunda anlatacaq bir şey yoxdur. 41 dəqiqəlik oyundur, 50 dəqiqəlik. Euro Truck Simulator 2. Bu çox maraqlı oyundur, amma bunda videosu çəkiləcək bir şey yoxdur da. Adi sürürsən. Hə. GTA 5 Legacy bə, bu yaxına baxmadım. Hə, burada. Zero Drive-na da baxdıq. Metro Simulator 2. Gerçəkçi. Başqa sözüm yoxdur. 4.5 saat oynamışam. Həqiqətən dəyir. Bunu yükləyin. 100% yükləyin bunu. Bu pulla idi. Deyəm baxım. Pulla nə idi? Tam yadımda deyil. Hə. 79 hissədə deyil ax bu. Elə deyildi bu. Ucuzdur. $4 almışım. Ucuzlaşdırılıb. Hə, ucuzlaşdırılıb. Ona görə alın bunu. Çox məsləhətli oyundur. Yəni dəhşətli oyundur da. Və olmazsa olmazı Sons of the Forest. Maraqlı oyundur. Təbii ki orada çanta var. Bunu oynayacağam. 26.8 saat oynamışam. Bunu sizdən oynayacağam. Çox qəşəng oyundur. Hətta bunu istəyirəm girib göstəreyim sizə. Bir dənə girib göstərəcəm. Baxın. Bir dəqiqə oyuna girsin. Girdə qardaş. Arada belə hə. End Night yaratdığı bir oyundur. Yarım qorxu nə? Tək oyuncu. Devam et. Hansıydı o? Çox iş. Məncə ayaqlımızı topardır. Açılsın. Bu biraz gec yüklənəndə. Ay yüklən qıtarda ömrüm çölüdür day. İndi oturup 10 dəqiqə bunu gözləyim. Of. Açıl da. O pəz adamlar var ya, kompüter açılanda mən də eləyim də. Güya burada nəsə hackerlıq edirəm də, kompüter düymələrə basıram. Güya hackerlıq edirəm. Ay, day açıldı, önüm çürüdü. Yoruldum axı mən. Yoruldum axı mən. Ay, bu açılıb qutarmaq bilmədi. Tez açıl qardaş. Ömrüm sürüdü. Sons of the Forest sən, nəsən? Abi də var idi The Forest. Sons of yox idi də. The Forest, meşə. Aha, açıldı. Orada şöyle GPS haritası. Bunu nənəm də bilir. Burada bir dənə hilə var. Onu sizə mütləq deyəcəm. Bax, indi qoy oyun açılsın. Bu oyunu oynayanlar varsa, bu moddan Allah haqqı oyun çox maraqlı olacaq. Mən oynamırdım ki bunu. Açılır. Şükür 5 dəqiqədən sonra açıldı. Belə şeylər çıxmış. Oyun yoxmuş. Belə başlayalım. Ay, ne oldu? Güzel. Güzel de korkunç. Güzel değil mi?
Mən də çox olmazdı. Sən nə işləyirsən ha? O şey. Nəzərə falan qalır, nəzərə çıxır. İki dənə ev var burada. Bu mənim evimdir. Qardaşımın işləyir, iki var. Burada gəlirsiniz. İki ev var. Burada işləyəcəm var. Hər ev tamam ev var. Burada stol, şkaf var. Baxın, istədiyi ağacı var. Ama nəsə bəqdir. Şkaf var. Amma bana açılır olsun. Nəysə, ondan sonra öyle çabuk alacaq. Burada belə sınıfa var. Şuraya niyə belə dönür? O necə belə dönür? Bax, tezək nəysə. Baxın, burada belə əşyalar var. Pil, ampul, yemək. Bir dənə var. Ay kardeş olmuyor böyle dönüyor. Aşağı gidiyorsun aşağı niye böyle dönüyor? Ay oyuncak değil tabii. Aslında onu yaxşı olmuyor. Maraqlı oyun. Bu videosunu seçəcəm. Donmasa. Kompüterini biraz zəifləyib. Çıx da dayardı. Çıx. Ay nə oldu? Bütün ondan çıxacam ama 5 dəqiqəm getdi mən. Şükür çıxdıq. Aha. Bu elə bir maraqlı oyundur əslində. Nətər edeyim buradan belə. Əslində çox maraqlı oyundur. Nəysə. Banana. Bu niyə var belə oyun? Və heç də eləmirsən, banana basırsan çoxları. Haydi banana bassan başlayalım. Cartier Simulator. Bu da prolog idi. Bunun tam versiyasını yükləyəcəm. Maraqlı oyundur. 26 dəqiqə oynamışam. 21 Nisan oynamışam son dəfə. Car Mechanic Simulator. Bu da çox doğrucu oyundur. 2021-də çıxıb özü. 14 may oynamışam axırıncı dəfə. Bunun da demosunu yükləmişəm. Öz qiyməti baha idi. Ona görə almadım. Neçəyədir? Mən bunu baha deyirəmsə yükləyəcəm. Əvvəl qiymətdə deyil. 12 dollardan çıxıb ona görə. Vaxtı ilə almalıyam tez. Nəysə. Construction Simulator. Satın al da. Nədə satın al? Almışdım da mən bunu. Xəstə mən bunu almışdım. Ay! İstimsən şikayət edəcəm gör. Drive Beyond Horizons demo. Bu da demosudur. 4 GB. Bütövünü yükləyəcəm. Gang Beast. Formatdan sonra bunları yükləməmişəm də, amma maraqlıdırlar. Bu maraqlı oyundur, belə dostlarınız çoxdursa, belə maraqlı dostlarla oynaya bilərsiniz. Gas Station Simulator. Buna bir kalp atıram da çox maraqlı oyundur. Yükləməmişəm, amma oynamışam. Onu mən niyə istəyirəm, nəysə. Başqa nə? GTA 5 Enhanced. Enhanced. Hə. 7,2 saat oynamışam. Bunun 6,9'un qardaşım oynayıb. Bu da normal GTA 5 kimidir, amma nəsə fərqliliyi var.
2,3 saat oynamışım Hello Neighbor. Bu keçən dəfə əvvəl videosunda çəkmişdim. Bu nədir o? Əvvəl videosunda çəkmişdim amma telefonla. Çünki o vaxt kompüterim yox idi. Kebab simulator prologu. Bu prologu yükləmişəm mən. Bunu bütövünü yükləyəcəm mən. Bunu danışdıq, bunu göstərdik. Olmazsa olmamız Stray. Stray'in ikinci partını demişdim çəkəcəm amma çəkməyəcəm. Çünki abunəçim çox az artır. Əgər abunəçim 400 olsa, 400 yox, 350 olsa, həm sizin dediyiniz bir oyun oynayacağım bunların arasından da yox. Təbii ki, buradan pulla siz 100 dollar olsun bir tər eləyib onu şey eləyəcəm. Hilə ilə yükləyib eləyəcəm. Wrap House Prologue, bunu da danışdıq. Nəysə. İndi biraz mağazaya baxmayaq. Məncə bu GTA 6 bəzi yerlərdə çıxıb, amma məndə görünmür. Sizdə varsa yəni linkin atın da mənə. Necə yükləmisiniz? Belə yazanda çıxmalıdır. Dəqiqə az dilinə. O nədir la? Hə, belə yazanda əslində çıxmalıdır. GTA 5 yenidən V çıxmır. GTA 6 çıxmır. Nəysə. Oynaması ücretsiz var, macera var, zengin hikaye var, rol yapma var. İnşallah dedim ki 350 abunəçi olsaq, baxın 300 abunədə olsaq sizə keçən dəfə bunu deyəndə Steam məni banlamışdı, ona görə başqa yolla başa salacağam. Elə bil ki oyunları necə pulsuz yükləmək lazımdır. Məsələn, görək burada ən baha oyun nə var? Baxın, məsələn baha bir oyun deyirəm də sizə. Baxın, 50 dollar da bu düzdür. 50 dollar. Bunu mən pulsuz yükləyə bilərəm. Bu anda, bu saniyə. Özdə elə burada yüklənən vaxt çəkir. Çox falan çəkmir. Normal əsli qrafikləri ilə 50 dolları pulsuz ala bilərsiniz. 60 dollara da bunun ikisini alırsınız. 60 dollar olmadan da ikisini də mən alarım. Amma Steam'dən deyil də. Nəysə. Alacağım bunları hamısını. Sizlə də çəkəcəm. Əgər bütün oyunları pulsuz necə yükləməyimi öyrənmək istəyirsinizsə, hərə bir dənə abunə olsa, Allah haqqı 400, 500, 600, 700, 800 abunə olaraq. Bax, bu videonu izləyənlər hamı abunə olsun. Xahiş edirəm. Nəysə, əzizləyicilər, sağ olun, salamat qalın.